Salam, xoş gördüm mənim dəyərli YouTube izləyicilərim. Gördüyünüz kimi biz yenə yol üstəyik, biz yenə harasa gedirik. Bugünkü səfərimiz çox gözəl bir məkana, hər kəsin arzuladığı bir məkandır. Bugün bizim yolumuz Qarabağadır. Doğma Qarabağımız, gözəl Qarabağımız. Bugün bizim Qarabağa rahat bir şəkildə getməyimizdə ən böyük əməyi olan şəhidlərimizə Allahdan rəhmət edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin, qazilərimizə Allah can sağlığı versin, tez bir zamanda sağlıqlarına qovuşsunlar inşallah. Deməli dostlar, biz ilk öncə Ağdamdan keçdik. Ağdamdan düzdür yanmadık. Ağdam ərazisində sadəcə orada yeni tikilən binalar gördük, yeni yaşayış yerləri. Həqiqətən də Ağdam çox gözəlləşəcək. Ağdam demək olar bizim ən gözəl şəhərlərimizdən biri olacaq inşallah tezliklə. Dostlar, bizim sonraki səfərimiz isə Əsgəran qalası oldu. Əsgəran qalası Pənahəli xanım tikdirdiyi, Şuşa şəhərində tikdirdiyi qalalardan biridir. Düzü bu qalanı Azərbaycanlılar üçün tikilsə də, lakin erməni faşistləri, erməni qulcuları o qalada gizlənərək bizim əhalimizi qırıblar, bizim əhalimizi topa tüfəngə tutublar. O qala o qədər möhkəm qaladır ki, daş divarları çox möhkəmdir. Mən tarixi o qədər də dərinliyinə girə bilməsəm də, lakin gözümlə gördüklərim haqqında sizə danışacağım. Doğrudan da qala çox möhkəm bir qaladır, topa tüfəngə sinə gələn bir qaladır. Sonraki səfərimiz isə təbii ki Şuşa Xankəndi oldu. Əvvəl Xankəndinə getdik. Xankəndində erməni daş abidəsini getdik, ziyarət elədik. O ki var, o daş abidəsinə söydük. Daş abidəsinin üstünə öz adlarımızı yazdıq. Ermənilərə lənət oxuduq. Daha sonra çönüb bir daha lənət oxuyuram və yol alırıq bizim gözəl Göyçək Xankəndi şəhərinə. Həqiqətən Xankəndi çox gözəl bir şəhərdir. Bu videoya baxan hər kəs inanıram ki, bu videodan sonra Xankəndini gedib görmək istəyəcək. Həqiqətən çox gözəl bir şəhərdir. Mənim bir şansım olsa, mən Xankəndində yaşamağı həqiqətən seçərəm. İstər təbiəti, istər şəhərin gözəlliyi, təmizliyi insanı valeh edir. Her mezhebe istiyaçı kucağına canım kurban Azerbaycan neçə gizli. Daha sonra isə yolumuzu saldıq. Əlbəttə ki, Şuşaya, gözəl Şuşa. Mənim uşaqlıq xəyalım idi. Hər zaman Şuşanı görmək kimi bir arzum, xəyalım olub. Şuşa şəhərinə yol aldıq. Şuşa şəhəri həqiqətən çox sakit, gözəl, rahat bir şəhərdir. Şuşa şəhərində biz əvvəl Şuşa qapılarına getdik. Şuşa qapılarına şəkillər çəkdirdik. Oranın havasını nəfəsimizə çəkdik, qoxladıq. Doğrudan da o qədər təmiz, gözəl havası var. Başım üstə məğrur dalğalanan, bayrağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Torpağına canım qurban Azərbaycan. Başın üstə məğrur dalğalanan, bayrağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Ey anam, vətənim, ey doğma Qarabağ Azərbaycan. Daha sonra isə Cıdır düzünə getdik. Cıdır düzündə isə doğrudan da insan göz yaşlarını saxlaya bilmir o ərazilərdə. Hətta bu videonu çəkərkən, bu videonu hazırlayarkən belə içimdə bir titrəmə oldu. Çünki orada bizim neçə şəhidimizin qanı var, o torpağa qarışmış qanı var. Neçə şəhidimizin ayaq izləri var, neçə şəhidimizin nəfəsi var Cıdır düzündə. Doğrudan bu ərazilərə baxanda insan bir anlıq o müharibəni fikirləşir. Cıdır düzündə insan əsgərlərimizin o dağı necə qalxıb, necə Şuşaya daxil olmaqlarını fikirləşəndə doğrudan insan bilir ki, bizim çox güclü ordumuz var. Doğrudan əhsən olsun bizim ordumuza, bizim gənclərimizə əhsən olsun. Canımızı qurban versək də, şəhidlərimizi versək də, şəhid versək də bu torpaqlarda, lakin biz istəklərimizə çatdıq. İndi o şəhidlərimizin ruhu rahat bir şəkildə Şuşa torpaqları üstündədir. Şuşanın səmasındadır şəhidlərimizin ruhu. Allah hər bir şəhidimizə rəhmət eləsin. İndi isə mən susduğum video danışsın. Videoda siz hər bir şeyi görəcəksiniz. Çalışdığım qədərilə Şuşanın gözəl yerlərini çəkmişəm sizə göstərmək üçün. İnşallah ki, bəyənərsiniz videomu. Belə videoların davamı üçün və dəstək üçün də yorumlarınızı gözləyirəm. Sağ olun. Azərbaycan. Başım üstə məğrur dalğalanan, bayrağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Torpağına canım qurban